Sözlənən, sözdən səs gəlir. Sözdələndə Əbdülrəhim bəy Haqverdiyevin Bomba hekayəsini sənə danışıram. Hekayənin yazılı mətni 2005-ci ildə Lider Nəşriyyat tərəfindən nəşr olunmuş, Əbdülrəhim bəy Haqverdiyevin seçilmiş əsərləri 2-ci cild kitabındandır. Kitabın tərtib edəni Kamran Məmmədovdur. Hekayənin elektron mətni kitablar.com veb saytından götürülüb. Qaradavoy Kərbəlayı Zal 25 ildən artıq idi, polis idarəsində xidmət edirdi. Onun arvadı hərdən bir deyərdi: "Ay kişi, sənin saqqalına nə şaşqa yaraşır, nə də şapqa. Gəl sən bu qaradavoyluqdan əl çək. Bir balaca alış-verişə yapış, bir baqqal dükanı aç." Kərbəlayı Zal cavab verərdi: "Arvad, sən hökumətin ləzzətini anlamırsan. Əgər səni qaradavoy eləyələr, 1000 il qulluqdan çıxmazsan. Bir də mən 25 ildən artıqdır ki, polis qulluğundayam. 1-2 ildən sonra pensiyam çıxacaq. Ondan sonra rahat əyləşib pensiyanı yeyərik." Belə danışıqdan sonra arvad həmişə sakit olardı. "Nə deyirəm kişi, özün bil." Bu dəfə Kərbəlayı Zalın ovqatı təlx idi. Dəftərxanada pristav çağırıb demişdi: "Kərbəlayı Zal, səndən narazıyam. Sən köhnə, dünya görmüş qaradavoysan. Bununla belə dünən Rusiyadan gəlmiş qaradavoy görürsən bomba tapır, tüfəng tapır, patron tapır. Həm ağasının üzünü ağ eləyir, həm özünün. Amma sən indiyədək bir sınıq balta da tapmayıbsan. Görünür sən də rüşvət alırsan, ya inki qocalıb zay olubsan. Əgər belə getsə bizim bir yerdə qulluq eləməyimiz tutmayacaq." Bu sözlər bir ox olub Kərbəlayı Zalın bu tərəfindən dəyib o biri tərəfindən çıxdı. Axşam Bikef gəldi evə. Arvad soruşdu: "Nə var?" Dedi: "Heç biraz başım ağrıyır." Arvad abgüş bişirmişdi. Gətirib qoydu kişinin qabağına. Bir-iki tikə alıb, "İştahım yoxdur," deyib yatmaq istədi. Nə qədər etdisə gözünə yuxu gəlmədi. Axır durub bir stəkan çay içib getdi qaravula. Kərbəlayı Zal qanlı küçə ilə zavallı küçənin küncündə durub pristavın sözlərini fikir edirdi. Gecə yarısından bir xeyli keçmiş, Kərbəlayı Zal gördü ki, Usta Feyzulla Nalbəndin qapısında bir kişi dayandı. Yedəyində də bir at. Atın üstündə bir cüt çuval və çuvalın içində bir növ girdə şeylər. At sahibi ilə ev sahibi çuvalları atın üstündən ehmallıca alıb apardılar və sonra atı içəri çəkib qapını bağladılar. Kərbəlayı Zal bu keyfiyyəti görüb öz-özünə dedi: "Daha baxtımın ulduzu parıldadı. Gecənin bu vaxtında gələn girdə şey xatalı şey ola." O saat fit çaldı. Yaxındakı qaradavoy Patap gəldi. "Vot Patap, bomba rabatay. Gide. Dom Feyzulla bomba prinison." Patap İvana xəbər elədi. İvan Oqolodoçniyə, Oqolodoçin pristava, pristav qalabəyinə, qalabəyi jandarmlar rəisinə. Yarım saatdan sonra Usta Feyzullanın evini qazaq, saldat, qaradavoy bürüdü. Qapını döydülər. Usta Feyzulla çıxdı, xəbər aldı. "Kimsən?" Dedilər. "Aç qapını." Qapını açan tək binəvanın dili tutuldu. Birtəhər soruşdu ki, "Bəs niyə buyurubsuz?" Dedilər. "Danışma, gərək sənin evin axtarılsın." Gecə yarısı Feyzullanın arvadını, uşaqlarını ürək qopma azarına salıb evin altını üstünə çevirdilər. Heç zat tapa bilmədilər. Axırda otaqların birinə girib gördülər, küncə 2 çuval qoyulub. Kərbəlayı Zal çuvalları görən tək qışqırdı: "Barin, vot bomba." Camaat çuvalları əhatə etdi. Amma yaxın getməyə heç kəs cürət etmirdi. Deyirdilər, "İndi açılar, hamını qırar." Yazıq Feyzullanı da qolları bağlı bir kənarda saxlamışdılar. Feyzulla evində bir şey tapılmadığını görüb cürətləndi və birdən səsləndi: "Ay ağalar, o çuvalların nəyindən qorxursunuz? İzin verin qollarımı açsınlar, o çuvalların içindəkini bir-bir çıxarıb sizə göstərim." Feyzullanın qolunu açdılar. Gəlib çuvalların ağzını açıb içindən 5 dənə qarpız çıxartdı. O biri çuvalda da qarpızdan başqa bir şey yox idi. Səhər
Kərbəlayı Zalı qulluqdan xaric etdilər. Azərbaycan dilini yaşatmaq və bu dildə faydalı məzmunların daha çox olması üçün Sözdələn layihəsinin YouTube kanalına abunə ol, bildirişləri aç və hər kəslə paylaş. Buraxılışı bəyəndinsə, bəyən düyməsinə basmağı, fikrini şərhlər bölməsində bildirməyi unutma. Sözdələni həmçinin podkast platformalarında da dinləmək imkanın var. Sözdələnə layihənin veb saytından və Ko-fi platformasından dəstək ola bilərsən. Dinlədiyin və dəstək olduğun üçün təşəkkürlər.